Təbii ki, bu sualıma mən çox istəyərdim ki, cavab alım. Çox istəyərdim. Fevralın 6-sında hadisə baş verdi İdrak liseyində. 10-cu sinif şagirdi öz müəlliməsini ov tüfəngindən atəş açdı öz müəlliməsinə. İndi burada fərqli fikirlər söylənilir. Fərqli deyəndə ki, orada məktəblilər var, o məktəbdə təhsil alan, oxuyan, ən çox da oğlan uşaqları. Onlar səmimi etiraf etdi ki, o ov tüfəngi deyildi, Kalaşnikov idi. Biz də orta məktəbdə oxuyanda biz ov tüfəngini yox, biz həmişə Kalaşnikov görmüşük, sökmüşük, yığmışıq. Düzdür, içərisində heç nə olmayıb atəş açmağa. Amma o məqamlar yaranıb da, yəni etmişik, əlimizi ağzından tətiyin üzərinə qoymuşuq. Fərqli fikirlər söylənilir. Fərqli fikirlərdən başqa münasibətlərdən də danışılır. Məsələn, bəzi münasibətlərdə deyilir ki, ümumiyyətlə, bu dedikodu deyil ha, bir çox insanlar, məsəl üçün, məktəbin təhsil ocağının içərisində daxilində olanlar və yaxud ki, onları yaxından tanıyanlar deyir ki, bir hissəsi deyir ki, məktəbli ilə çox isti münasibətləri olub, müəllimənin. Digər hissəsi deyir, yox, onun valideyninlə, təbii ki, atasıyla deyirlər ki, çox isti münasibəti olub. Mən təbii ki, pis mənada demirəm. Amma deyirlər ki, atasıyla da isti münasibətləri olub, özdə çox isti münasibətləri olub. Mən bunların hamısını qoyuram kənara. Təhsil haqqıları var orada. Ən yüksək təhsil haqqı demək olar ki, İdrak liseyindədir. 16.500-ə yaxın AZN-lə illik ödəniş olunur, təhsil haqqı ödənilir. Təkcə bir təhsil haqqı 16.500-dür. Məktəblinin bu uşağın geyimi, nə bilim, nəqliyyat xərcləri məktəbə gedib gələndə yox, digər vaxtlarda, onun istirahəti, onun tələbləri, onun digər nələri varsa, demək bir uşaq üçün bir il ərzində 200 minə yaxın AZN-lə pul xərclənir. Mənim üçün sual yaranır, onlar hamısını qoyuram kənara, amma məhz gəlirəm liseyə. Mən çox xahiş edirəm, özə təklif edirəm. Hansı ki, yüksək ödənişli, təhsil haqqı ödənişli olan liseylər var, kolleclər var, digər nələrsə var da, yəni təhsil ocaqları var. Onlarda mütləq yoxlama aparılsın, araşdırılsın. Mütləq araşdırılsın ki, bu valideynlər kimlərdir? Bu pulları hardan qazanırlar? Bu pullar hardan gəlir? Necə gəlir? Məsələn, biz adamlar tanıyırıq, insanlar tanıyırıq ki, vətəndaş tanıyırıq ki, bir il ərzində 1200, 1300, tutaq ki, 1300 yox, 2000 nə qədər pensiya alır, təqaüd alır və qane olur. Bir il ərzində 2500, 2600 pensiya alanlar var da, yaşla bağlı. Heç vaxt heç kim o sual düşündürmür. Mən deyirəm ki, gəlin müqayisə edək. Məhz həmin təhsil ocağına bu 2200, 2400, 2600 yaşla bağlı pensiya alanlarla hansı ki, idrakda ödəniş edilir təhsil haqqı üçün. Bax, onları müqayisə edək və suala cavab verilsin ki, bu pullar hardandır? Bu pullar hardan gəlir ki, siz evladınızı ən bahalı təhsil ocağına qoyursunuz, oxudursunuz və yüksək təhsil haqqı ödəyirsiniz? Bu suala cavab verən olacaqmı? Ümumiyyətlə, mən deyərdim ki, mütləq araşdırma aparılsın. Təkcə idrakda yox, digərlərində də.